Təhsilin üç tərəfi mövcuddur. Bunlardan biri məktəbdir, biri cəmiyyətdir, biri isə ailədir. Şagirdin təlimində, inkişafında bu üç tərəfin özünə məxsus rolları mövcuddur. Bu aksiomadan yola çıxdıqda biz qətiyyən deyə bilmərik ki, məktəb təhsili yetərlidir. Çünki əgər bir sac ayağını biz burada bir misal kimi istifadə etsək, məktəb bu işin sadəcə bir ayağıdır. Ailə mütləq işin içərisində olmalıdır və şagirdin inkişafına lazımi töhfəni verməlidir. Eynilə cəmiyyət də bu mənada, şagirdin ətrafındakı mühit də bu mənada onun inkişafına stimul verməlidir. Bu üç tərəf harmoniya içərisində, ahəngdarlıqla, eyni mismara çəkic vurduğu zaman, eyni havaya oynadığı zaman şagird ahəngdar formada inkişaf edəcək və lazımi istənilən təhsil səviyyəsinə yüksələ biləcək. Təhsili davranışçı nəzəriyyəçilər belə tərif edir. Deyir ki, arzulanan davranışın qazandırılması prosesidir təhsil. Bu tərifdən yola çıxdıqda, deməli, biz istədiyimiz müəyyən davranışlar var ki, həmin davranışları övladlarımızda, bizdən sonraki nəsillərdə görmək istəyirik. Bəs həmin davranışları görəsən özümüz göstəririkmi? Görəsən onun ətrafındakı mühit həmin davranışları göstərirmi? Məktəb həmin davranışları uşaqlara aşılayırmı? Əgər bu üç cəhət üzərinə düşəni yerinə yetirsə, düşünürəm ki, məktəb təhsili bu mənada həqiqətən də funksiyasını yerinə yetirə biləcək. Yoxsa əgər tək başına qalıbsa, tamamilə təzad formada cəmiyyət başqa bir şey istəyir və yaxud cəmiyyət başqa bir şey öyrədir, ailə başqa bir şey öyrədir, amma məktəb də başqa bir şey öyrədir. O zaman burada yetərlilikdən, savaddan, təhsildən söhbət gedə bilməz. Mütləq ailə şagirdin inkişafı mövzusunda məktəbi dəstəkləməlidir. Bunun üçün əgər məktəb hansısa dərslərin öyrədilməsi mövzusunda şagirdə valideyn ilə birlikdə bir tapşırıq etmə vəzifəsi verirsə, tapşırığı verirsə, bu mənada ailə işin içərisinə girməlidir, daxil olmalıdır. Əgər valideynlərin bu mənada övladına dəstək olmaq kimi bir qabiliyyəti, səriştəsi, vaxtı yoxdursa, o zaman əlbəttə ki, müəllim tutmaq, hazırlıq təşkil etmək, onu dəstəkləmək qaçılmaz olur. Amma bəzən sadəcə bir trend xətrinə valideynlər övladlarını müəllim yanına və yaxud hansısa bir kursa göndərir. Buna isə qətiyyən ehtiyac yoxdur, mən buna ehtiyac görmürəm. Əgər həqiqətən də şagird inkişaf eləyirsə, dərslərini çalışırsa, dərslərində uğurludursa, məktəbdə uğurludursa, sırf daha da şagird bir mənada boş vaxtı qalmasın və yaxud bilmirəm artıq şagirdin hansı motivlərlə hazırlığa göndərildiyini, ailədən ailəyə bu vəziyyət dəyişə bilər, ona görə bunu tam deyə bilmirəm. Amma həqiqətən də bəzən insanın bu sualı verməyə gəlir, görəsən valideynlər övladlarından nə istəyir? Yarışdırırlar sanki onları, müqayisə edirlər. Bəzən həqiqətən də məktəb təhsili bəzi şagirdlər üçün yetərlidir, amma valideyn yenə də bir mənada belə ifadə etsək, məncə yanılmarıq, valideyn yenə də qane olmur. Halbuki məktəb təhsili ona yetərli qədər təhsil verir, kifayət qədər təhsil verir. Valideyn sadəcə övladının asudə vaxtını yaxşı təşkil etsə, övladını dəstəkləsə, evdə onun oxumağı üçün, çalışmağı üçün yaxşı mühit təşkil edilsə, yetərlidir. Sadəcə valideyn düşünür ki, onu daha da yaxşı hazırlıqlara qoymalıdır, daha da yüksək kurslara qoymalıdır. Bu mənada o vəzifəsini yerinə yetirdiyini düşünür. Bu düşüncədən qaçınmalıdır, düşünürəm bir çox valideyn. Sadəcə övladının asudə vaxtını yaxşı təşkil etməlidir, onun oxuma mühitini təşkil etməlidir, sağlamlığı, qidalanması məsələsini, təmizliyi, gigiyenası məsələsini bir mənada dəstəkləməlidir. Qalan isə şagird zaten öz axarında məktəbdə inkişaf eləyəcək.
əgər elə bir hal olarsa ki, məktəb təhsili prosesində hansısa disleksiya, disqrafiya, şagirdin hansısa bir problemi var və şagird məktəbdə öyrənə bilmir, o zaman əlbəttə əlavə hazırlıqlara ehtiyac duyula bilər. Təşəkkür edirəm.